Balqabaq formasında şirin bulkalar hazırlayaq. Ərzaqların miqdarını ölçüsü 200 ml olan stəkanla deyəcəm. Əvvəlcə təxmini 1 kasa balqabağı qaynamağa qoyuruq. Tam yumşaldıqdan sonra püre halına gətirib üzərinə 1 stəkan ilıq süd və 4 xörək qaşığı əridilmiş kərə yağı əlavə edirik. Şəkər tozunun miqdarını balqabağın şirinliyinə görə tənzimləyin. Mən yarım stəkan şəkər tozu əlavə etdim. Daha sonra 2 çay qaşığı maya əlavə edib keçirəm una. Unun miqdarı da növündən asılıdır. Öncə 2 stəkan un əlavə edib yavaş-yavaş artırdım. Ümumilikdə 5 stəkan un getdi. Biraz ələ yapışan xəmir alınmalıdır. Xəmiri 1 saat yarım isti yerdə gözlədirəm. Daha sonra isə kündələr hazırlayıram. Kündələrə balqabaq formasını verirəm. Sizlərə qəti şəkildə bu kəndirdən istifadə etməməyinizi məsləhət görürəm. Onun yerinə qalın sapdan istifadə eləyin. Sapı bağlamağın 2 yolunu göstərdim. Sizə hansı rahatdır onu seçə bilərsiniz və ya bu prosesi ümumiyyətlə etməyə də bilərsiniz. Kündələr hazır olduqdan sonra öncədən 200 dərəcə qızdırılmış sobada tam qızarana qədər bişirirəm. Bulkaların üzərini yağlayıb darçın və şəkər tozlu bu qarışıma batırıram və çox maraqlı bulkalarımız hazırdır. Sizlərin isə fikirlərin hər zaman olduğu kimi rəylərdə gözləyəcəm. Sağ olun.